Dəyərli izləyicilərimiz, çox möhtəşəm bir villamız çıxıb Xırdalan dairəsində. Villa öz sözünü deyir. Çox möhtəşəmdir və təcili olaraq bu həftə içərisində satılmalıdır. İdeal bir villadır. 2 sot yarım içərisində yerləşir. Sənədi kupçadır. Kupçası hazır əldədir. Möhtəşəm bir, gözəl bir evdir. Görürsünüz, yəni baxanda sadəcə bilinir. Bax, burada bax, ağaclarına bax, dekorativ ağaclar var. Burada qəşəng səliqəli. Bu bizim uşaqlıq xatirələrimizdir, yerləncəyimizdir, qəşəng səliqəli. Görürsünüz, səliqəli, bax. Çək təqdim elə fasadını görünüşün. Əziz izləyicilərimiz, bax, qurban olun bu bayrağa. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Gözəl bir evdir. Burada əldamıdır, artıq əşyaları yığmaq üçün. Tam videoya baxın, qiymət də möhtəşəm bir qiymətdir. Çox keçmə o tərəf. Əldamın göstərdim. Bax, bu şüşəli gördüyünüz yer, bax, bura. Yay mətbəxidir. Gəl oranı da göstərim. Gəl bura. Gəl qardaş, gəl. Gəl, gözəl bir dənə evdir. Bax, burası mətbəxdir. Günlük tədarükünüzü görə biləcəyiniz bir yerdir. Ev çox qəşəng bir evdir, səliqəli bir evdir. Burada ağaclarını göstərdim. Bax, gəl bura. Görürsən, bax, bunlar zatlar hamısı bəzək evi. Kişi özünü ev qurub da qardaş. Gözəl, səliqəli. 4 otaqdan ibarətdir. Plus əlavə yerlər də var, göstərəcəm. Evin məsələn ehtiyat su çəni var. Nə lazımdır? Bütün hər bir şey var da. Şəxsi özünə tikib. Mərtəbə arası beton monolitinə kimi var. Gəl bura. Burada belə bir şkaflar yığılıb. Görürsən, qəşəng, səliqəli. Çox gözəl bir evdir. Həyətini bir daha. Gəl, qalx qardaş, qalx. Güllərə bax. Evin bəzəyi budur da qardaşım. Göstər. Görürsən, qəşəng, səliqəli. Keçirik evə doğru. Evin içərisi də çölü kimi gözəldir. Daxil olduğu evin içərisinə doğru. Xanımlar və bəylər, bu videoya axıra qədər baxın. Baxmayan adam peşman olacaq. Dəyərindən qat-qat aşağı qiymət. Evin qonaq otağıdır. Bax, belə bir səliqəli qonaq otağıdır. Bir daha xatırladım, sənəd kupçadır. Xırdalan dairəsinə çox yaxın bir məsafədə yerləşir. Yer olaraq da hündür quru ərazidir. Bu kişi bu evi şəxsi istifadə üçün tikib, təmir eləyib və hal-hazırda özü yaşayır. İstəsən əşyalar qala bilər, sizin götürüləcək. Deməli, gəl çəkək təqdim edək. İçəridə olan mətbəxin, mətbəx 2 dənə idi demişdim. Bu da içəridə olan mətbəxdir. 4 bir tərəf qoşadaş. Ara kəsmələrə kimi qoşadaşdır əzizləyicilərimiz. Ara kəsmələrə kimi hər biri qoşadaşdır. İstilik kombidir. İstiliyinə də söz ola bilməz. 2 dənə sanuzel var. Biri buradadır. Burada qladovkası da artıq əşyalar yığmaq üçün. Qalxaq 2-ci mərtəbəyə doğru. Pilləkənlər